Quşların əzələ sistemi uçuşda əsas vəzifəni görür. Uçuş zamanı lazım olan güclü əzələ çiyinin üstündə olub ağırlıq salmasın deyə, bunun üçün quşun bədənində ideal link mexanizmi yaradılır. Döş sümüyünə bitişik olan əzələnin qüvvəsi çiyin sümüyünün üstündən ötürülərək qanadı daha böyük qüvvə ilə qaldıra bilir. İri əzələlərin döş sümüyünə bitişik olmasının da səbəbi var. Çünki bu zaman əzələlər burada birləşərək bədənin ağırlıq mərkəzini yaratmış olurlar. Bu, uçuş zamanı quşun bədənini stabil vəziyyətdə saxlamağa xidmət edir. Quşların yerə enişi üçün də qüsursuz mexanizm proqramlaşdırılıb. Onlar yerə enməyə başladıkları zaman qanadlarını havaya müqavimət etməsi üçün qatlayırlar. Eyni zamanda orta hissədəki kiçik sümük də açılaraq üstündəki tüklər vasitəsilə qanadın üstündən keçən turbulent hava axınının istiqamətini dəyişir. Bu mexanizmlərin dəqiq işləməsi sayəsində quş sürətini azaldarkən yerə yıxılmadan yumuşaq eniş edə bilir. Geniş açılan qanadlar hündürlüyə qalxma gücünü artırır. Ən hündürə qalxdıqda isə bədənin vəziyyətini stabil saxlaya bilmək və havanın uçmağa mane olmaması üçün quşun qanadlarında əlavə tüklər də aralanmağa başlayır. İnsanlar təyyarələri eyni ilə bu prinsiplə ixtira eləmişlər. Müasir təyyarələrin qanadlarının ucundakı əlavə kiçik qanadlar eyni vəzifəni icra eləmək üçün quraşdırılıb. Belə olduqda təyyarənin enerjisini daha çox məsafə üçün sərf eləməyinə kömək edir.